Hərəkət oxşarlıq mövzusundan belə bir sualın izahına baxaq. ABCD paralleloqramında K nöqtəsi AC diaqonalını 5/4 nisbətində bölür. AC diaqonalını çəkirəm, K nöqtəsini qeyd edirəm və 5/4 nisbətində dediyi üçün buraya yazıram 5K, buraya yazıram 4K. D və K nöqtələrindən BC tərəfini M nöqtəsinə kəsən düz xətt çəkilmişdir. D nöqtəsi və K nöqtəsini birləşən BC-ni kəsən düz xətt çəkirəm və M nöqtəsini qeyd edirəm. Burada baxıram ki, oxşar üçbucaqlar yarandı. Bu üçbucaqlar hansılardır? Üçbucaq M, K, C oxşardır A, K, D üçbucağına. Bəs hansı bucaqların oxşarlığı konqruentliyi bundan istifadə edib tapa bilərik ki, bu üçbucaq oxşardır. Və bizdən də istəyir ki, BM bölünsün, MC nisbətini tapın. Əvvəlcə baxıram ki, bu iki bucaq qarşılıqlı bucaqlar olduğu üçün bir-birinə bərabərdir. Həmçinin A bucağı ilə, yəni CAD bucağı ilə buna bir beta qeyd eləsək, daxil çarpaz bir bucaq var. Yəni MC A bucağı, bu da betadır. Yerdə qalan digər qamma bucağı da bir-birinə bərabərdir. Artıq bizə bucaqların bərabərliyi məlum oldu. Bundan istifadə edərək oxşarlığın qaydasına əsasən nisbətləri gəlin yazaq. Baxaram burada nə? Deməli, alfaların qarşısındakı tərəflər, yəni MC-nin, yenə də digər alfanın qarşısındakı tərəf AD-yə nisbəti bərabərdir. Betaların qarşısındakı tərəf yoxdur axı, məcbur qammalara baxırıq. Qammaların qarşısına baxıram. Qammanın qarşısındakı bu tərəf, yəni 4K-nın nəyə nisbəti? Digər qammanın qabağındakı tərəfin 5K-ya nisbəti. Düzdür? Buradan belə çıxır ki, MC 4K-dır, AD 5K-dır. MC yazıram 4K, AD yazıram 5K. AD 5K-dırsa, BC də 5K olmalıdır. Yazıram onu da. BC bərabərdir AD-yə, o da bərabərdir 5K-ya. Əgər bura ümumi 5K-dırsa, 5K-dan 4K-nı çıxaram, bura qalır 1K. BM-in MC-yə nisbətini istəyir. BM-i tapdıq K, MC-ni tapdıq 4K. K-ları ixtisar aparsam qalacaq 4 ilə 1. Cavab olur A variantı.